İran Vaşinqtonla müzakirə olunan sazişə əsasən həm nüvə silahı hazırlamadan, həm də onu əldə etməkdən imtina etməyə razılaşıb. Ağ Ev prezidenti, Ağ Ev lideri Donald Trumpın sözləri də bu. Deyir ki, ilkin mərhələdə yalnız nüvə silahının hazırlanması məsələsi yer alırdı. Razılaşmada sonradan isə bu silahı həm də almaqdan imtina məsələsi müddəa kimi əlavə olundu və hətta Vaşinqton və Tehran bombalanmış nüvə obyektlərində torpağın altında qalan uranı bircə çıxara bilər. Trump deməli Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən qeyd elədi ki, iki ölkə arasında müzakirə olunan ilkin razılaşma bunu nəzərdə tutur. Yəni gələcəkdə deməli ABŞ və İran həmin nüvə silahı, nüvə uranın daha doğrusu torpaq altından çıxarılması ilə bircə məşğul ola bilər. ABŞ prezidenti Vaşinqton və Tehran arasında aparılan danışıqların uğurla davam etdirildiyini və ola bilsin bu həftə sonuna qədər artıq razılaşmanın imzalanacağını da qeyd elədi. Onun sözlərinə görə danışıqlar müsbət məcrada deməli davam etsə də alınmama ehtimalı da deməli istisna edilmir. Donald Trump bildirib ki, Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan dərhal sonra Hörmüz boğazının fəaliyyəti bərpa olunacaq. Artıq Amerika mina təmizləyən gəmilər də bölgədə yerləşdirilib. Trump İranın ali rəhbəri Müştəba Xamneyi ilə görüşün baş tutacağını istisna etmir. Ağ Ev rəhbərinin New York Post'un Pod Force One proqramla müsahibəsindəki sözlərinə görə Müştəba Xamneyi İran-ABŞ danışıqlarında iştirak edir. Deməli, onun icazə verdiyini deyirlər, çünki bu çox uzun müddətdə belə olub. Onun atası və sonra isə deməli o. Məncə bu bir varisli idi, amma biz sanki kifayət qədər yaxşı anlaşırıq, deyir Ağ Evin lideri. Trump Müştəba Xamneyi ilə görüşmək istədiyini də vurğulayıb. Bəli, onunla görüşmək istərdim və yəqin ki, bir vaxt görüşəcəyik, hər şeyin necə gedəcəyindən asılıdır bu məsələ. Deməli, əslində bir tərəfdən də ötən gün bir çox hadisələr baş verdi Körfəz ətrafında. Deməli, ABŞ İrana aid gəmini vurdu daha doğrusu. Bundan sonra Sepahın digər açıqlamaları gəldi. Bunun qarşılıqsız qalmayacağına dair Küveytin hava limanı vuruldu. Deməli, bir çox başqa həmlələr həyata keçirildi. İranın Xarici İşlər Naziri Abbas Ərəğçidən, eləcə də Sepahdan bəzi açıqlamalar gəldi ki, bununla bağlı bizim daha əvvəl deməli xəbərdarlığımız olmuşdu. Edilən heç bir hücum cavabsız qalmayacaq və istər Körfəz ölkələrindəki Amerika hərbi bazaları, istərsə də digər məkanlar, ABŞ-yə aid məkanların vurulacağına dair xəbərdarlığımız olmuşdu, açıqlamasını verdi həm Sepah, həm də rəsmi Tehran. Və bu haqda biz 9 buraxılışımıza daha ətraflı danışacağıq. Hələlik isə Rusiya-Ukrayna müharibəsi ilə davam eləyək. Ukrayna Sankt-Peterburqda Rusiyanın şimal-qərbindəki ən böyük neft daşıma kompleksi olan Sankt-Peterburq neft terminalına zərbə endirdi. PUA hücumundan sonra ərazidə yanğın başladığına dair görüntülər gəldi. Hücum Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun fəaliyyətə başladığı günə təsadüf etdi. Rusiyanın, Ukraynanın Sankt-Peterburqa zərbə endirməsinə cavabı sistemli olacaq. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirdi. O, deməli, Xarici İşlər Nazirliyinin bəyanatını xatırlatdı. Vurğuladı ki, həmin bəyanatda Moskvanın cavab tədbirlərinin sistemli xarakter daşıdığı qeyd olunub. Ukrayna ordusuna aid dronun Donetskdə Moskva-Simferopol avtobusuna düşməsi nəticəsində 7 nəfər həyatını itirib. Rusiya mətbuatında yayılan məlumatlara görə hadisə vilayətin Yenakiyeva şəhərində baş verib. Hadisə nəticəsində daha 11 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi qeyd olunur. Ötən gün NATO-nun baş katibi Mark Rutte gözlənilmədən, daha doğrusu əvvəldən mediaya açıqlama olmamışdı bununla bağlı, Ukraynaya səfər etdi. Təbii ki, Qatar yolu ilə gəldi. Və görüşlərdən sonra keçirilən bircə mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski qeyd elədi ki, müharibəni dayandırmaqdan ötürü bütün formatlara hazırdır Ukrayna və şəxsən özü Rusiya prezidenti Vladimir Putinlə görüşməyə də hazırdır. Onun sözlərinə görə ABŞ ilə danışıqlar prosesi davam edir, lakin Vaşinqtonun başı hazırda İran məsələsinə qarışıqdır və Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək ən güclü təsir alətləri məhz ABŞ-nin əlindədir. Almaniya, Fransa və Böyük Britaniya Ukrayna ilə birlikdə Rusiyanı sülh danışıqlarından cəlb etmək üçün yeni strategiya hazırlayır. Bloomberg agentliyi yazır ki, deməli, Avropa paytaxtları qış gələnə qədər artıq Rusiyanı danışıqlar masasına qaytarmağa cəhd göstərirlər. Buna səbəb kimi ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların dalana dirənməsi və Rusiyanın deməli, səngərdə
cəbhədə itirdiklərinə görə belə bir ehtimal yaranıb artıq, belə deyək. Vaşinqton yaxın vaxtlarda Ukraynaya 400 milyon dollar həcmində yeni hərbi yardım paketinin çatdırılmasını planlaşdırır. Bu barədə isə ABŞ dövlət katibi Marco Rubio açıqlama verib. NATO-nun baş katibi Mark Rutte isə belə bir suala cavab verdi ki, NATO daxilində Ukraynanın alyansa üzvlüyü məsələsində hazırda yeşdil mövqeyi yoxdur. Belə bir məsələ təbii ki, Kiyevin əsas istəklərindən biri NATO-ya üzv olmaq məsələsidir. Amma bununla bağlı NATO ölkələri arasında hələ ki, yeşdil fikir yoxdur. Bunda deməli alyansın baş katibi qeyd elədi. Saat 9 buraxılışımızda dediyimiz kimi Körfəz ölkələrinin bu müharibədə itirdiklərindən danışacağıq. Amerika, İsrail və İranın itirdikləri yaxud da qazandıqları bəllidir. Körfəz ölkələri, Ərəb ölkələri, şeyxlər nələr itirdilər? Bununla bağlı ətraflı, detallı, maraqlı məqamlarla saat 9 efirində qarşınızda olacağıq. Hələlik isə bu qədər.